İranın milləti həm naşükürdür, həm bi-insaf. Baba, bir belə məsullar ki, bizə işləyirdilər, səthi zindəcanlıq qarxıd, ərziş pulumuz qarxıd, etibarı pasportumuz ki, gözünə gözəldir, biraz da gərək özlərinə zindəqanlıq eləyələr də, elə gəlmədilər ki, fəqət millətə xatir özlərini fəda eləyələr. Neçə il qabaq Məhəmməd Baqir Qalibov məsələn, xanvadan yolladı İstanbuldan, nəvəsinə bir 20 çəmədən sismunu aldılar. Nə olacaq? Onun da arzusu var. Əsən pulu var, xərcli ki, mənə mərmuddur. Ya məsələn, ağay Siddiq İmam Cümə ki, bir belə irşad elədi, əmri bi məruf və nəhyi az münkər elədi, camiənin müşkilat həll oldu. Haqqıdır bir dənə bağı ki, 1000 milyard ərzişidir, özü xəbər olmuyor, sənədin vuraladığına. Nüşücanı olsun, məsələ də hər şəhərdə 10 nəfər, 100 nəfər aşqaldan nar axtarır. Axirəndə ağay Şamxani. Yazıq nə qədər özü o Zəncidə deyirdi ki, mən qalmışdım avar hatta, səsim çıxmaydı, Hacıxanımı hey səsləydim, Azər. Hətta deyir, namazımı da orada qıldım. Hamı deyir, yalan deyir, avar hatta dərdi. Amma indi bir yalancı film çıxır ki, bunun qızının toydu, Hotel Espinas'da çox lakçıydı. Hamı deyir, bu odur. Baba, əvvələn bunun kəşkiləri, təhrimləri doğru olmasaydı, şimdi biz bu qətsayı da tamamlaydıq. Ondan sonra da o Azərçi filmlərdə gördü cəmaət, insafən elə gəl lüksu dolanı, hayf da o çox çadıra yazada birinə.